Nizami metrosuna yaxın metro stansiyasının icra hakimi düzgün hesab etməyib. Yasamal rayon icra hakimiyyətinin sabiq başçısı qeyri-hökumət təşkilatı rəhbəri Sahib Məmmədov Nizami metrosu yaxınlığında planlaşdırılan B5 stansiyasının tikintisini məqsədə uyğun saymır. O bildirir ki, ərazi yeraltı suların aktiv zonasında yerləşir və hidrogeoloji şərait belə layihələr üçün risklidir. Məmmədov layihəni həm bahalı, həm də potensial təhlükə hesab edir. Bakı metropoliteni isə açıqlamasında qeyd edir ki, B5 stansiyası 2025-2030 dövlət proqramı çərçivəsində inşa olunacaq və Bənövşəyi xətt üzərində yerləşəcək. Layihə Nizami stansiyası ilə keçid yaradaraq sərnişin axınının tənzimlənməsinin və nəqliyyatın daha səmərəli təşkilinə xidmət edəcək. Qurum isə bildirir ki, ərazinin mürəkkəb geoloji quruluşu nəzərə alınıb, bütün risklər qiymətləndirilib və tikintidə müasir təhlükəsiz texnologiyalardan istifadə olunacaq.